Bir filmimizdə aktyor özü oynasa da özünü yox, başqa adamı səsləndirir. Gəlin göstərim. Hərənin bir taleyi var, mənimki də elə gətirdi. Sənin də baxtın gətirməyib oğlum. Bu kadrlardakı səsin sahibi Yusif Vəliyevdir. Amma biz filmdə onun özünü də görürük. Bu da feysə səs onun səsi deyil. Onu səsləndirən şəxs Hamlet Xanızadədir. Dəqiqənin bir hökmü var. Şeylər ötürüb qaydaram, əmanəti getir, tez ol, yubanma. Yusif Vəliyevin özü isə Sərxan obrazını səsləndirir. Düşünə bilərsiniz ki, niyə özünü səsləndirmir? Bunun səbəbi obrazların xarakteristikası ilə əlaqədardır. Sərxan obrazı filmdə ata rolunu canlandırır və Yusif Vəliyevin səsi ona tam uyğundur. Bu dolğun səs atanın başına gələn fəlakətləri tam çatdırır. Özü isə epizodik rolda olduğu və səslər təkrar olmasın deyə başqası tərəfindən səsləndirilir. O vaxt filmlər dublyaj olunurdu deyə səslərin obrazı dərinlik qatmasına çalışırdılar. Bu arada filmin adını bildinizsə, rəydə yazın.